qarşı tərəfə sata bilməmiz lazımdır. Yəni ehtiyac amma ortaya çıxmadan biz onu necə eləyəcəyik? Yəni yaşadığı problemlər üzərinə nə problemlə yaşayırsınız? Burada siz gəlmisiniz, məsəl üçün bu kolbanı istifadə edirsiniz. Siz başa düşməlisiniz ki, mənim kolbam bundan məsəl üçün daha çox istifadə olunur. Örnək verirəm də, yəni və ya hansısa bir sarf malzəməsi bir dəfə burada istifadə olunursa, məndə bu 5 dəfə istifadə olunur və bu sizə bir fayda gətirəcək. Çünki mən bütün ehtiyacları faydaya bağlayacağam. Və ya işte bizdən makinanı aldığınız zaman dəyişim eləyə bilirsiniz. Nə bilim, o iPhone bənzəri də aldın, yenisi çıxdı, getdin balaca bir şeylə. Misal üçün, barter etmək kimi. Yəni və ya işte sizdən aldığınız zaman faydası bu. Ehtiyacı ortaya çıxara bilməmiz üçün narazıçılığını, o dar boğaz dillərdə, uşkaya gorla, onu ortaya çıxara bilməmiz lazımdır. Nəyə görə çəkyatınızı, koltuğunuzu dəyişdirmək istəyirsiniz və ya oturduğunuz koltuq sizə rahatdırmı? Qalxdıqda ayağınızda bir uyuşma olurmu? Yəni oradakı artıq hər kəs öz sektoruna görə onun dərsini çalışa bilməsi lazımdır. Mənim sektorumda müştərilərin narazıçılıqları nədən ola bilər? Yəni kullandığı malzəmə nə satıram? Parta satıram. Okey, mən gedəcəm bu adama parta satmaq istəyirəm. İddiam odur ki, mənim partam onun partasından daha yaxşıdır. Onun istifadə etdiyi koltuqdan daha yaxşıdır. Bunu doğru bir şəkildə amma oraya yansıta bilməm lazımdır. Oradakı o ehtiyacı doğru bir şəkildə orada belli və fayda çox-çox önəmlidir. Texnik satmaz, fayda satar. Bizdə bütün, məsəl üçün sizdə flakondur da, o flakonun belə faydasını anlata bilməmiz lazımdır. Ergonomikdir, əlinizi daha rahat başa düşürsünüz. Kreslodur, kreslonun koltuğunu belə, buradakı bax bu şeyini belə faydasını altına rahat bir şəkildə pilisos gedəcək, altına rahat bir şəkildə süpürə biləcəksiniz. Hər detalın faydasını müştəriyə doğru bir şəkildə aktara bilməmiz lazımdır. Hər detal, qaçmamaq lazım. Müştəridə o pozitiv enerji yaradır və ehtiyac başa düşür ki, bir dəqiqə gözlə, bu oradan bir şey olsaydı daha mənə narahat olardı. Bu mənə bir fayda sağladı. Necə bir fayda? Bravo. Bəlkə də yorulduğu nöqtə odur. Bəlkə başa düşmür, bilmir, amma siz orada nə olur? Bir aydınlama yaşayır da. Aydınlama, ehtiyac yaradılması əslində müştərinin aydınlanması gibi də dilə gətirilir və mən çox xoşuma gəlir. Aydınlama bilsin, bir qaranlıq otaqda o fanarı tutursa bir yerə işıq vurur. Və ya o TED konuşmaları var da, o durur mərkəzdə işıq düz ona və ya sirkdə və s. O nöqtəyə işıq tuta bilmək. Yəni oradakı ağrılı, rahatsız olan nöqtəsinə əgər işıq tuta biliriksə, aydınlanırsa ki, hə, akası orası belədir və mən həqiqətən buna görə çətinlik çəkirdim və ya bu kresloda otururam devamlı. Bel ağrım akası buradakı ergonomik olmayan, ortopedik olmayan qubqanın sayəsindədir. Məsəl üçün deyirəm. Yəni bunlar çox və ya işte nə bilim,